Salam əziz izləyicilərim, bugün mən sizlərlə zoğal əzməsi paylaşacağım. Mövsümə görə çox dadlı, çox gözəl, faydalı bir reseptdir. Aldığım 3 kiloqram zoğalı yuyub təmizlədikdən sonra üzərinə bir stəkan su töküb, ocaqda vam ateşdə qaynamağa qoyuram. Qaynadıqca qarışdırıram, əzirəm, dənələrindən yaxşı-yaxşı ayrılsın deyə. Tam qaynayıb əzildikdən sonra ocağın altını söndürüb biraz soyuduram. Sonra aş süzənə əlavə edirəm və aş süzəndə yavaş-yavaş əzib dənələrindən ayırmağa çalışıram. Tam əzdikdən sonra qazana əlavə edirəm və vam odda yavaş-yavaş qaynadıram. Sonra üzərinə zövqə görə şüd, keşniş, reyhan, bibər və sarımsaq rondodan keçirdib əlavə edirəm və yavaş-yavaş qarışdırıram dibi tutmasın deyə. Arada kəfini də yığıram. Ondan sonra duzunu əlavə eləyib, şəkər tozu əlavə edirəm. Mən burada 2 qaşıq duz, 3 qaşıq şəkər tozu əlavə elədim. Yenə dadına baxıb özünüz də yəni bunu ayarlaya bilərsiniz. Tam qaynayıb pişdikdən sonra, bərkidikdən sonra, tamat halına gəldikdən sonra bankalara, steril olmuş bankalara yığıram və qış üçün saxlayıram. Ət yeməklərinin yanında, balığın yanında, əti, toyuğu sobaya qoyan zaman istifadə edə bilərsiniz. Çox dadlıdır, çox faydalıdır. Yeməklərin yanında ümumiyyətlə dadına doyum olmur. Məncə hazırlasaz çox yaxşı olar. Çox da asan bir reseptdir məncə. O qədər çətinliyi yoxdur. Mən hazırladım. Çox dadlı oldu. Siz də hazırlayın. Nuş olsun.